Benim bu saat fikrim bizim qələbəni bir opera şeklində meydana qoymaq. Bu xüsusda xüsusi olaraq çalışırıq. Ondan əlavə elmi işlərə gəldikdə əhəmiyyət verdiyim bu günlərdə akademiya tərəfindən nəşr edilən mənim əsərimdir. Bu əsər Azərbaycan musiqisinin əsaslarına aid elmi bir əsərdir. Mən ümid edirəm ki, bu əsər nəinki Azərbaycan musiqisinin tərəqqisinə, bəlkə ümum Sovet musiqisinin yeni bir yolla tərəqqi etməyinə xidmət edəcəkdir. Ondan əlavə musiqişünasların nəzər diqqətini ona cəlb edirəm ki, bu əsərdə Azərbaycan musiqisinin təhlil və tədqiqindən əmələ gələn yeni teoremalar meydana gəlir. Ümid edirəm ki, musiqişünaslar o teoremalara nəzər yetirib, musiqi elminin və musiqi sənətinin yeni yollarla tərəqqi etməsi məsələsinə daha ciddi əhəmiyyət verəcəkdirlər. Народное творчество – это не только сама жизнь, эстетически осмысленный народом, но это живительный источник многих чудесных созданий профессиональной музыки. Прошлое нашего искусства, творчество великих художников, их неувядаемые произведения учат нас, что только искусство, вращенное на народной, национальной основе, переживает свое время и становится достоянием всех последующих поколений. Вспомним творчество Глинки, Доргомыского, Мавлуцию Кучку, Чайковского и других композиторов великого русского народа. Ясно, что их искусство – это проявление гения народа.